Schmitt belə bir şey tapır. Deyir ki, torpağın üstündə olan hüquq normaları, bura mənimdir, bura sənindir də. Bu çox əqlisəlim və rasional bir şeydir. Çünki torpaq dəyişməzdir, həmişə ordadır. Yəni İran ola bilər, sabah orada, sabah Azərbaycan ola bilər, Türkiyə ola bilər, amma torpaq torpaqda dəyişmir yeri. Ərazi mühümdür də. Amma deyir, bu keçmiş, məsəl üçün 13-14-cü əsrdən öncəki dünyanın hüquq müstəvisidir torpaq. Amma deyir ingilislər və bu ingilislər nifrət edir Alman olduğu üçün və ondan öncə də İspanlar dənizi hüququn içinə qatmağa başladılar. Dedilər ki, dəniz də torpaq kimi sayılsın. Və deyir qlobalizm çox maraqlı iti zəkası var. Deyir qlobalizm bu deməkdir. Qlobalizm o deməkdir ki, okeanı da, dənizi də hüquq sahəsinə qatırsan. Bunun ayrıca bir kitabı da var, Torpaq və Dənizdə. Orada bir maraqlı bir şey deyir ki, amma mən bu ilə razı deyiləm. Bu çox deyir flexible, postmodernist bir şey əmələ gətirir. Çünki su axır. Suda konkret sərhədlər çəkmək mümkün deyil. Demək ki, o fundamental katolik qaydaları orada keçərli deyil də, mövcud deyil. Suyun üzərində becərmək mümkün deyil. Nomos sözünün həm də mənası becərmək. Torpaqda becərirsən, deyirsən bura mənimdir, amma Qazaxıstan, Azərbaycanın su sərhədi naməlumdur orada. Suyun altı da qaranlıqdır, orada bir psixanalizmə də şey açılır və deyir ki, dəniz əslində hüquq şeyindən kənar qalmalıdır. Amma ingilislər dənizin hökmranı olduğu üçün onu prosesə daxil etdilər.